Salam, xoş gördük hər birinizi. Bugünlərim çox gözəl, yumuşaq, ağızda əriyan badam bura hazırlayacağım. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi və videolarımı sonradan izləməyi unutmayın. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün xəmir yoğuracağım qabın içərisinə 1 kiloqram un əlavə edib, daha sonra isə 1 çay qaşığı mayanın üzərinə su əlavə edib yaxşı-yaxşı qarışdırıram. Unun içərisinə 1 bağlama vanil, 3 yumurtanın sarısı, 180 qram xama, 100 qram yumuşaldılmış yağ, 1 çay qaşığı duz, 1 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı üzüm sirkəsi, 50 ml bitki yağı və yetərincə qədər ilıq su əlavə edərək hissə-hissə suyu əlavə edib xəmirimi yoğurmağa başlayacağım. Xəmir nə çox bərk, nə də çox yumşaq bir xəmir olmalıdır. Orta yumşaqlıqda bir xəmir yoğurmağa başlayıram. Xəmiri yaxşı yoğurub bitirdim. İndi isə üzərini bağlayıram ki, yarım saat mayalansın. Bu müddət ərzində içilik hazırlayıram. İçilik üçün 300 qram fındıq ləpəsi, 300 qram qoz ləpəsi, 2 stəkan da şəkər tozu əlavə edirəm və 1 yemək qaşığı da hil əlavə edərək içiliyimi yaxşı-yaxşı qarışdırıb hazırlayıram. İçliki bir kənarda gözlədirəm. Artıq xəmirim də mayalanıbdır. İndi isə xəmirimi 7 hissəyə bölərək gündəlik halına gətirəcəm. Xəmiri kündələdikdən sonra 15 dəqiqə müddətinəcə xəmiri dinləndirib yaymağa başlayacağam. Gördüyünüz kimi xəmirimi geniş ölçüdə yayıb bitirdim. 500 qram əridilmiş çörək yağının içərisinə 100 qram da bitki yağı əlavə edib masanın hər tərəfini yağlayıram. Daha sonra isə yaydığım xəmirdə masanın üzərinə sərəcəm. Xəmirimi dartaraq kənarlarından genişlətməyə başlayacağam. İkinci xəmirimi də yaxşı yayıb bitirdim. İndi isə digər xəmirimin üzərini yağlayıram. Çox yağdan istifadə etmək olmaz. Hər tərəfinə biraz yağ çəkdikdən sonra daha sonra isə yaydığım xəmiri digər xəmirin üzərinə sərməyə başlayıram. Eyni ilə bu qaydada bütün xəmirlərimi davam edəcəm.
6-cı qatı da yağladıktan sonra 7-ci xəmirimi sərərək hər tərəfini genişlətəcəm. 7-ci qatın üst hissəsini yağlamaq olmaz, yəni yağ çəkməyəcəm. Daha sonra isə istədiyim formada kəsməyə başlayarım. Yəni ki, istəyirsiniz rulon şəklinə gətirərək yuvarlaq halda kəsin, istəyirsinizsə lent formasında kəsərək rulon şəklinə gətirib badam buralarımızı hazırlaya bilərik. Gördüyünüz bu qaydada 2 barmaq enində uzunsov şəkildə kəsməyə başlayıram. İndi isə kəsdiyim lent formasında olan xəmirlərimi gördüyünüz bu qaydada yuvarlaq hala gətirirəm. Xəmirlərin ruloların qramı 65 qramdan olmalıdır. Siz istəsəz daha böyük, istəsəz daha kiçik də hazırlaya bilərsiniz badam buraları. Mən 65 qramdan 70 qramdan etdim xəmirlərimi. Bütün xəmirlər hamısını rulo halına gətirdikdən sonra 20 dəqiqə müddətinəcə gözləyirəm ki, xəmir özünə gəlsin. Gördüyünüz kimi daha sonra isə xəmirin kənar hissəsində olanı ortaya gətirərək orta hissəsini boşluq çuxur yaradıram və 2 çay qaşığı dolusu ləpə hazırladığım içlikdən əlavə edərək xəmirimin ağız hissəsini bağlayacağam. Gördüyünüz bu qaydada ləpəni əlavə etdikdən sonra sıx şəkildə bir-birinə xəmiri bitişdirirəm ki, açılmasın. Daha sonra isə badambura formasına gətirərək xəmirimi 20 dəqiqə müddətində təkrar gözlədəcəm ki, şişsin xəmirlər. Və budur 20 dəqiqə xəmiri soba listində gözlətdim. Gördüyünüz kimi çox gözəl qatları bilinir. 180 dərəcəli sobada 40 dəqiqə müddətində bişirirəm. Artıq gördüyünüz kimi badam buralarım bişibdir. Çox gözəl, çox möhtəşəm alındı. Qatıları tək-tək sayılan badam bura hazırladım. Əminəm ki, bu reseptlə hazırlayan heç bir kəs peşman olmayacaqdır. Badam buralarımın üzərinə isti-isti şəkər pudrası əlavə edərək görünüşünü daha da gözəlləşdirirəm. Qatıları tək-tək sayılan, ağızda ovulan, yumuşaq badam bura hazırladım. Mütləq sınayın. Çox sevəcəksiniz. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm. Və mənə hələ də dəstək olmamışsınızsa, dəstək olmaq üçün kanalıma abunə olub videolarımı sonradan izləməyi unutmayın. Videolarımı bəyənmisinizsə, bəyənmə butonuna toxunaraq like edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik, sağ olun.